Bu gedişlə onların çoxu üçün mühacirət həyatı başladı. Vətəndən vətənə mühacirət. Hadisələr isə öz axarını dəyişməyə doğru gedirdi. Tehranda növbəti hökumət dəyişikliyi olur və yeni kabinəni formalaşdırmağı Qəvam Rus səltənəyə tapşırırlar. Qəvam Moskva ilə danışıqlar aparmağa hazırlaşır. Azərbaycanda isə bundan narahatdılar. Bağırıb tərəddüd içindədir. 1908-ci ildə Azərbaycanda milli inqilabi hərəkət boğulanda və sonra Səttarxan öldürüləndə Qəvam Daxili İşlər Naziri idi. 1920-ci ildə Gilanda milli azadlıq hərəkatı yatırılanda və Kiçik xan öldürüləndə Qəvam hakimiyyətdə idi. Bu faktlar hər halda nədənsə xəbər verirdi. 1946-cı ilin martında Qəvam Moskvada Stalin və Molotovla görüşür, qayıdarkən yolüstü Bakıda olur. Qəvam Tehrana ümidli qayıdırdı. Mart ayında vəziyyət xeyli gərginləşmişdi. Dünya soyuq müharibənin astanasında idi. Qütbləşmə və bundan doğan ziddiyyətlər qabarıq nəzərə çarpırdı. Sovet ordusunun Azərbaycandan çıxarılması ehtimalı güclənmişdi. BMT-nin Təhlükəsizlik Şurasında İran-Azərbaycan məsələsi müzakirə olunmalıydı. Avropada Sovet İttifaqına çox böyük güzəştlərə gedən Birləşmiş Ştatlar, İngiltərə və ümumilikdə Qərb ölkələri Cənubi Azərbaycan və İran məsələsində çox ciddi şəkildə müqavimət göstərdilər. Bunun ilk növbədə mühüm səbəbi onunla bağlı idi ki, onlar Sovet İttifaqını enerji ehtiyatları ilə zəngin olan bir regiona buraxmaq istəmirdilər. Hələ müharibənin gedişində, yaxın və orta şərqdə, o cümlədən İranda nə qədər böyük neft ehtiyatlarının olması barədə artıq müzakirələr başlanmışdı və Birləşmiş Ştatlar, Böyük Britaniya ehtiyat edirdi ki, əgər Sovetlər Cənubi Azərbaycanda möhkəmlənsə, İranın cənubuna doğru, İraqın şimalına doğru və bütövlükdə yaxın və orta şərqin neft ehtiyatlarına doğru böyük bir platform əldə edəcək. Eyni zamanda burada Türkiyənin şərq vilayətləri məsələsi də gündəliyə gələcəkdir. İstər beynəlxalq təşkilatlar çərçivəsində, yəni BMT çərçivəsində və istərsə də iki tərəfli münasibətlər çərçivəsində Cənubi Azərbaycan məsələsinə ciddi şəkildə Qərb müqavimət göstərməyə başladı və bu müqavimətin deyək başında da Birləşmiş Ştatlar dayanırdı. Bir sıra əldə etdiyimiz faktlara görə biz təsdiq edə bilərik və mən bunu öz araşdırmalarımda da artıq dövriyyə gətirmişəm ki, müharibə dövrünün əməkdaşlığına Cənubi Azərbaycanda son qoyuldu. Azadlığın nə olduğunu sona qədər bilən varmı? Azadlıq eyfariyasına qapılmağın nə qədər təhlükəli olduğunu kinoxronikanın kadrlarına ək olmuş bu insanlar anlayırlarmı? Odda alovlu nitqlər söyləyən Bişəvəri də, Məhəmməd Biriya da, vətənə əsr olmuş şiir oxuyan Balaş Azəroğlu, Mədinə Gülkün, Azad Vətən də, 21 Azər medalı ilə təltif olunan hərbçilər də, küçələrə asfalt döşəyən fəhlələr də, ilk dəfə öz dillərində təhsil almağa imkan qazanmış Təbriz Universitetinin tələbələri də, əlinə silah alıb vətəni qoruduğunu düşünən bu fədailər də hələ ki azadlığın məst edici havası ilə nəfəs alırlar. Xoşbəxt, məsud, bəxtiyar günlər bitəcək. Bu insanların çoxu biraz keçmiş edam olunacaq, sürgünə göndəriləcək. Yaxşı halda arazı keçib bu tərəfə pənah gətirəcək. Təbrizin Gülüstan bağında Səttarxana, Bağırxana qoyulmuş bu abidələr dağıdılacaq, yerində şahın heykəli qoyulacaq. Azadlığın məst edici havası istibdadın yandırıcı nəfəsi ilə əvəz ediləcək. Neçə milyonluq bir xalqın birlik arzusu qırıq-qırıq olub qəlpələnəcək. Gördüyünüz bu adamların bəziləri öz əqidə və məslək yoldaşlarına xəyanət edəcək. Mücahidlərin cəsədləri üzərindən keçib şaha baş əyəcəklər. Bəziləri bu tərəfdəki şahı, ellər atasını mət eləməyə məcbur olacaqlar. Azərbaycan böyük həyəcan içində idi. Bişəvəri sarsıntı ilə Sovetləri xəbərdar edirdi ki, onların gedişi ilə milli hərəkat qan gölündə boğulacaq. Lakin ruslara axacaq qan yox, borulara axacaq neft daha çox maraqlandırırdı. İranın baş naziri Qəvam Rus Stalinə neft konsesiyalarından böyük pay söz vermişdi və təbii ki, ellər atasına neftin qoxusu elin dərdindən daha maraqlı idi. Kadrlar Sovet hərbi hissələrinin Təbrizdən çıxarılmasını əks etdirir. Təbliğat filmi olduğundan gül çiçək görülsüz,
ruh yüksəkliyi, alqış, sevinç də görürsünüz. Əslində, əhali çaşqınlıq içində idi. Sonra nə olacağı təxminən bəlli idi. Hadisələrin başlanğıcında cənuba göndərilmiş Sovet Azərbaycanının ziyalıları da bu xəbəri böyük ağrı ilə qarşıladılar. Bu ağrı onların bütün həyatından, yaradıcılıqlarından da keçəcək. Yazılan şiirlərin, romanların əsas mövzusuna çevriləcək. Xəyanətə uğrayan insanların ah-naləsi son mənzilə kimi onların qulağında səslənəcək. İndi izlədiyiniz bu kadrlarda Stalinin şəkillərini də görürsünüz. Bir neçə ay sonra milli hökumətin süqutundan sonra həmin bu şəkilləri itlərin boynundan asıb Təbriz küçələri ilə gəzdirəcəklər. Bir neçə ay, bu bir neçə ayda nələr olmadı ki? Milli hökumətin rəhbərləri arasında ziddiyyətlər, Tehranın göndərdiyi hərbi dəstələrlə toqquşma, qəvamın alçaldıcı təkliflərinə güzəştlər, BMT-də Azərbaycan məsələsinin həlli, yeni yaranmış Millətlər Təşkilatının ilk həll etdiyi məsələ Azərbaycanın taleyi oldu. Bugün də BMT-yə ümidlə baxanda 46-cı il hadisələrini xatırlayın. Bütöv bir xalqın qətlinə fərman verən dünya siyasətçilərini xatırlayın və unutmayın. 46-cı ilin payızı ağır gəldi. Tehran ciddi cəhdlə milli hökuməti ləğv eləməyə çalışırdı və Azərbaycana qoşun yeritmək üçün gözəl bir bəhanə də tapılmışdı. Keçiriləcək seçkilərdə həmin amanlığı təmin etmək. Milli hökumətin rəhbərliyi Bakıya müraciət edir. Bu məsələdə sizin köməyinizə böyük ehtiyacımız var. Onsuz da bizim fədailər dəyənəklə, yumruqla tankların üzərinə yeriyəcəklər. Lakin bu yetərli deyil. Bizim millət və bizim qardaşlarımız kimi silah məsələsi ilə bağlı əməkdaşlıq etmək üçün sizə müraciət edirik. Bu kömək olarsa biz xalqımızın sədaqəti və azadlığa sevgisi hesabına mürtəce hökuməti məhv edərik. Əgər biz bir-iki məntəqədə güclü zərbə indirə bilsək, onlar hamısı ya qaçacaq, ya da kütləvi şəkildə əsir düşəcəklər. İndi bütün Azərbaycanlıların dilində bir söz gəzir. Ölərik, lakin geri çəkilmərik. Bugün bizim şüarımız belədir. Ya azad yaşa, ya şərəfli öl. Bir illik azadlıq insanların ürəyində elə coşqu yaratmışdı ki, ölümə əsarətdən üstün tuturdular. Sovet Azərbaycanından gözlənilən kömək gəlmədi. Azərbaycan müstəqil deyildi. Hər şey Stalinin göstərişlərindən asılı idi. Stalin susurdu. Pişəvəri gəlmək istəmirdi. Buradan gələn, göndərilən general Pişəvərini otağında deyir ki, ay Pişəvəri, kişi deyib ki, nazirlərini götürsün, keçsin otaya. Pişəvəri də deyir, kişi sağ olsun, mən keçməyəcəm. Deyir, axı mən onun üçün gəlmişəm. Deyir, yox. Çox sağ olsun kişi də, çox sağ ol sən də, amma mən inqilabı başsız qoyub, milli hökuməti başsız qoyub getməyəcəm. Bilirəm, İran qoşunu gəlir üstümüzə. Bu inqilabı mən qaldırmışam, xalqı mən ayağa qaldırmışam və xalqla bir yerdə mən ölməliyəm burada. Bu cür yaxşıdır, mənim otaya keçməyim yaxşı deyil. Bu zaman general deyir ki, mənə xüsusi tapşırıq var ki, sizi aparım. Pişəvər deyir ki, getməyəcəm. Deyir, gedəcəksən. Deyir, getməyəcəm. General əlini aparır, qoyur tapancasının üstünə. Deyir, gedəcəksən. Pişəvər də durur ayağa, deyir ki, getməyəcəm. Mən bilirəm, siz məni ora niyə aparırsınız. Tarix siyasi elmdir. Yazıldığı dövrün siyasətinə xidmət edir. Amma yaxşı ki, yaxın tariximizin müasirləri, bu sadə insanlar hadisələri rəngsiz filansız, olduğu kimi danışırlar. Çəkilişlər zamanı Culfa rayonunun sərhədyanı kəndlərinin birində həmin hadisələrin şahidi olmuş insanlarla görüşmək istədik. Kənddə qarşımıza çıxan yaşlı adamlardan soruşduq. Xatırlayırsınızmı? Unutmaq olarmı dedilər. 46-cı ilin dekabr ayı, öyle çok soğuk vaxtları idi. O zaman bu kəndin içməli suyu arazdan idi, su yox idi. Qadınlar sənə ilə su gətirirdilər. Mənim özüm də oradan sənə ilə ulağın üstündən xurdun salırdıq, 2 dənə sənək salırdıq, su gətirirdik. Mən özüm də getmişəm suya. Səhər tezdən idi, soğuk vaxtda. Arazın qırağında tökülmüşlər İrandan, arvad uşaq hamısı qışqırıb yalvarırdılar. Kimə yalvarırdı? Yalvarırdılar bizim tərəfə, qışqırırdılar su aparanlara ki,
Kişiler ise deyin gelsinler bize kömək eləsinlər, Araz geçsinlər, bizi qırılır. Ben de onda rayon komsomol komitasının birinci katibiydin. Onlarla həmişə biz təmasda olurduq. Biz komsomol kimində o zaman komsomol neydi? Komsomol qabağa, kaç komsomol, tut komsomol, hamısı komsomol idi da. Onlarla əlaqədardır. Mənim yardım gəlir ki, onlar məcburiyyət qarşısında deməli bir hissəsi körpüdən qaçdı, bir hissəsi arada töküldü, gəldi Sulfadan beləsinə. Köçlülər Sulfanın damlarında, binalarında yaşadılar. Bu yan tərəfdən qaçqın qaçırdı, geçdim bu yana. Bu yandan da çıxmışlar qabağa da görək nədir, kimdir, Kömək hardandır. eləyirdi adamlar onlara, yerli cəmaat. Yerli cəmaatımız çıxmışdı. Sulfana bütün cəmaat, qonşu şəhərlərdən hamısı tökülmüş gəlmişdi. Bakıda təhsil alan kursantlar bu xəbəri necə qarşıladılar? Təbrizdən böyük ümidlərlə gəlib, burada xəyalları daşa çırpılanlar, bu süqutun onların taleyinə vurduğu möhürü daşıyanlar, bu xəbərin nə demək olduğunu anlaya bildilərmi? Getmişdim Kapitan Rəsulovun yanına. Kapitan Rəsulov dedi, eşitdin? Dedim, nə? Dedi, dünən radioya qulaq asmayıbsınız gecə qazarmada. Dedim, yox. Dedi, onda get, uşaqları yığ, takımı yığ, gəlirəm. Getdik, takımı düzdük, fərağat komandası verdik, Kapitan Rəsulov gəldi. Dedi ki, əziz oğullarım, siz oxumağa gəlmişdiniz. Yaxşı da başı ucalığından oxudur. Çox yaxşı, əlaçı təhsil alıbsınız. Amma düşmən öz işini gördü. Demək, Cənubi Azərbaycanda qurulan milli hökumətə hücum oldu, şahlıq ordusu tərəfindən. Ondan sonra xarici imperiya dövlətləri də ona kömək elədi. Odur ki, milli hökumət süqut elədi. Amma siz öz təhsilinizi davam etdirəcəksiniz. Ki, bundan sonra bizim ümumi əhval-ruhiyyəmiz, o yüksək, romantik zadımız, nədir, fədakarlığımız get-gedə zəiflədi. Get-gedə zəiflədi. Elə uşaq olurdu ki, gecə öz yorğan döşəyində ağlayırdı. Hıçqırıq səsi gəlirdi. Demək, biz minamyot takımındaydıq. Bizim qonşumuz da topçuluq takımı idi. Topçuluq takımında Kürtlər var idi. O Kürtlər dedi ki, biz qayıdırıq. Bir zamanki milli hökumət Azərbaycanda və Kürdistanda da Məhəmməd Qazinin milli hökuməti süqut eləyib. Biz də burada qalmağımızın o qədər əhəmiyyəti yoxdur, biz qayıdırıq. Bizi düzdülər iki sıraya üzbəyüz gedənlər və qalanlar. Bizim kompani Dərbəndimizdə, küçəmizdə bir nəfər Hüseynzadə adında oğlan var idi, o gedirdi. Mən məktub yazdım ki, ana nigaran qalma, mən də bir 2-3 aydan sonra gələcəm. Daim belə məsləhət gördü ki, nigaran qalma. Məktubu verəndə o oğlana, o kursanta, bunu Polkovnik Hacıyev gördü. Gəldi, məktubu aldı, baxdı, belə. Göstərdi mənə ki, nə yazıbsan, verirsən ona. Dedim, anama yazmışam ki, nigaran qalmasın. Bu bizim məhəllədə yaşayır bu oğlan. Belə açdı mənim cibimi, hərbi paltarımı, soxdu məktubu ora, qulağıma dedi ki, sən onlardan tez gedəcəksən. Sən demə bu yazıqları General Atakişiyevin göstərişi ilə bunları çox yalvarırlar ki, getmiyoruz, axırı gedirlər. Demək, aparırlar Yevlağa, Yevlaqda bir həftə saxlayırlar, sonra verirlər Şəkiyə. Şəkidə də bunlar bir neçə ay qalır, axır üsyan eləyirlər, gedirlər Stalinin heykəlinin qarşısında etiraz mitingi keçirdirlər ki, biz vətənimizə getmək istəyir. Sonra General Atakişiyevin göstərişi ilə bunları Sibirə göndərdilər. Dərd olmuşdur elin də mənə, ağladım bir naşı güləndə mənə, heç kəs ağlamasın öləndə mənə. Mən heç vaxt, heç zaman ölmərəm daha. Azad qardaşım var, onunla xoşam. Mən gərək sahili sahilə qoşam. 2 bölünməkdən elə qorxmuşam, çöpü də 2-yə bölmərəm daha. Dənizlər, dəryalar mənə dayazdır. Ən dərin bir çay var, o da Arazdır. Mənə görüş verin,
azadlıq azdır. Görüşsəm ayrılmaq bilmərəm daha. Mənim saadətim hardasa itdi, o asan gəlmişdi, asad da getdi. Mənə nə etdisə saadət etdi, bədbəxt saadətə gülmərəm daha. İnsan gərək necə yansın ki, necə ağrısın ki, saadətə bədbəxt saadət desin. Bir illik saadət, bir illik azadlıq, bir illik xülyalar və sonluq isə 20-ci əsrin böyük faciələrindən biri sayıla bilər. Düzdür, dünyanın böyük dövlətləri bunu görməzlikdən gəldilər, ahnaləni eşitmədilər. 25 min insan qanına qəltan edildi. Adamları təndirə atıb üstündə çörək pişirdilər. Ayaqlarını nallayıb qaçmağa məcbur elədilər. Hörgüyə hörüb sementlədilər. Bu izlədiyiniz kadrlardakı insanların çoxunu dara çəkdilər. Dara çəkilənlərin arasında az yaşlı uşaqlar da vardı. Şah qoşunu ilə Ərdəbilə girəndə bir Azərbaycanlını qabağında qurban kəsdilər. Bunlar faktdır. Bunlar tarixdir. Ümidlə, kitabla, qələmlə bir xalqa yaşamaq öyrədə bilməzsən, ölməyi öyrədə bilməsən. Ərk qalasında 18 zabit ölənəcən döyüşdülər. Bu oğulların içində bir oğul var. Eydam olunanda 28 yaşı varmış. Azərbaycanın baş prokuroru Firidun İbrahimi. Bir vaxtlar oxuduğumuz Gələcək Gün romanının qəhrəmanı. Xalqa ləyaqətlə ölməyi öyrədən oğul. O günün gələcəyinə inanmaq istəyirəm. Firidunun məzarı üzərində abidə qoyulacaq günün. Firidun kimi oğulların yenə də doğulacağı günün gələcəyinə inanmaq istəyirəm. 79-cu ildə İslam inqilabından sonra mühacirətə getməyə məcbur olan şah, bir il sonra qürbətdə can verəndə, görəsən bu zülm verdiyi insanların kabusu onu incidirdimi? Biz hələ onların 100%-ni deyirik. Minlərlə adamı qırdılar, öldürdülər, həbsə saldılar, yarım milyona qədər Azərbaycanlı sürgün elədilər İranın cənub hissələrinə. Elmir adında bir xanım gəlmişdi bura İrandan. Demək, təqribən olardı 70-ci il, 70-71-ci illərdə. Mən ondan müsahibə apardım. Dedi ki, bəs mən rəhbərlərin birinin yoldaşıyam, arvadıyam. Bizi sürgün elədilər Tehrana, Tehrandan da filan yerə. Ondan sürgün illəri qutarandan sonra gəldim Tehrana, gəldim sonra Təbrizə. İndi də icazə almışam, gəlmişəm buradakı qohumlarımı görməyə. Dedim ki, orada o qırğın necə oldu? Deyir ki, qaynanamla faytona oturmuşduq. Gecə idi. Demək, biz məsciddə gizlənmişdik ki, bizi öldürməsinlər. Axır o məscidin o əzancısı bir dənə fayton tutdu, dedi, gəlib burada da sizi öldürə bilərlər, yazıqsınız. Gecə ilə gedin rayona. Deyir, nədir, bu faytona mindik, faytonun da bu qapağını çəkdik. Baş xiyabanda gedirik, bir də gördük ki, bu faytonçu saxladı. Dedi, vay eviniz yığılmazın, indi bizi verəcək bu adam öldürənlərin əlinə. Faytonçu getdi, 4 dəqiqədən sonra qayıtdı. Qaranlıq deyə heç göz gözü görmür. Bir gəldi, bir dedi, Allah sənə çox şükür, təzədən getdik. Birazdan sonra fayton yenə dayandı. Yenə də bu düşdü, getdi, 3 dəqiqədən sonra gəldi. Axır, deyir, qaynanam dedi ki, ay qardaş, bizim ürəyimiz töküldü, sən niyə düşürsən? Deyir, ay bacı, ölülərdi. Faytonun qabağında ölülərdi, at hürkür. At hürkür, özdə hava soyuqdur. Bu cənazələri don vurub, buz bağlayıb, yapışıb asfalta. Mən gedirəm, onları qopardıram, çəkirəm kənara, sonra faytonu sürürəm. Yəni ki, istəyirəm təsəvvür yaradasınız ki, təkcə bir dənə küçədə o qədər cənazə var idi. Bir müddət əvvəl mətbuatda oxumuşdum ki, şahın kiçik qızı Leyla Parisdəki otellərdən birində intihar edib. 30 yaşlı gənc qadını intihara sürükləyən səbəbləri düşündüm. Bəlkə özü qürbətdə çərləyən bu qadın atasının günahlarına görə xəcalət çəkib. Bəlkə atasının qürbətə göndərdiklərinin, qəriblikdəki insanların əzabını anlayıb. Vətən içində qürbət, vətən içində qəriblik ağır dərddir.